Baxın, əgər desək ki, gecənin uzunluğu 13 saat 28 dəqiqədir və buna uyğun olaraq günəşin çıxma və batma vaxtını müəyyən edin, o zaman sən fikirləşməlisən ki, bütöv sutka neçə saatdır? 24 saat. Düzdür? Bu 24 saatın əgər 13 saat 28 dəqiqəsi gecənin uzunluğudursa, onda belə çıxır ki, 10 saat 32 dəqiqəsi də gündüzün uzunluğu edir. Gündüzün uzunluğu. Sonra sən bilməlisən ki, gündüz nəyə deyilir? Gündüz gün çıxandan gün batana qədər olan müddətə deyilir. Düzdür? Gün çıxandan gün batana qədər olan müddət çıxma və batma yazaq. Adlanır gündüzün uzunluğu. Və biz günorta anlayışı bilirik də, saat 12:00 olaraq qəbul olunur, şərt olaraq. Düzdürmü? 12:00 şərt olaraq günorta hesab olunur. Və biz bilməliyik ki, gün çıxandan günortaya qədər olan vaxtla günortadan gün batımına qədər olan vaxt bir-birinə bərabərdir. Yəni, gün çıxımından 12:00-a qədər olan hissə günün birinci yarısıdır. Günortadan gün batımına qədər olan hissə isə günün ikinci yarısı sayılır. Onda belə çıxır ki, gündüzün uzunluğu 10 saat 32 dəqiqə deyilmi? Bunun 5 saat 16 dəqiqəsi günün birinci yarısına aiddir. 5 saat 16 dəqiqəsi isə günün ikinci yarısına aiddir. O zaman biz 12:00-nun üzərinə 5 saat 16 dəqiqə gəlsək, eləcək nə qədər? 17:16. 17:16 gün batımı edəcək. Bəs yaxşı, o zaman günəşin çıxma vaxtı nə vaxt olacaq? Əgər 12:00-dan biz 5:16-da çıxsaq, o zaman eləcək 6:44. Deməli 6:44-də gün çıxma olacaq, o 17:16-da isə gün batımı olacaq. Əgər gecənin uzunluğu 13 saat 28 dəqiqə olsa. Aydındırmı? Başa düşdük, bu qədər sayılır.